Qaradənizin şimal-qərb sahilində bir şəhər var. Vaxtilə Hacıbəy adlanıb. 18-ci əsrdə Rusların əlinə keçəndən sonra adı dəyişdirilir və Odessa adlanmağa başlayır. Bu şəhər və bu şəhərə verilmiş ad haqqında söz açacağımız insanın həyatı ilə sıx bağlıdır. Yazılanlara inansaq, 20-ci əsrin əvvəllərində qəhrəmanımızın babası Semyol yaşadığı Odessa şəhərindən Amerika Birləşmiş Ştatlarına köçmək qərarına gəlir. ABŞ sərhədində gömrük işçiləri ondan soyadını soruşurlar. İngiliscə bilməyən Semyol ondan haralı olduğunu, haradan gəldiyini soruşduqlarını zənn edərək gömrükçülərə fransız dilində "Je suis Odessa", yəni mən Odessadanam cavabını verir. Beləcə gömrükçülər onun soyadını Dassen kimi eşidir və kağıza belə də qeyd edirlər. Dassen, yəqin bu soyad sizə yaxşı tanışdır. Neçə gözəl mahnını bu soyadı daşıyan, tam adı Joseph Ira Dassen olan əfsanəvi müğənninin ifasında eşidib sevmişik. Joe Dassen, o 1938-ci ilin 5 noyabr tarixində ABŞ-ın New York şəhərində rejissor Jules Dassen və skripka ifaçısı Beatrice Leonard Dassenin ailəsində doğulub. Lakin talih elə gətirib ki, dünya bu adı bu şəhərdəykən deyil, ondan çox-çox uzaqlarda, Fransadan, Parisdən eşidib. Həm adını, həm də səsini. 20-ci əsrin 40-50-ci illərində ABŞ-ın Wisconsin ştatından Joseph McCarthy adlı bir senator həmin ərəfələrdə öz çıxışları ilə sonralar soyadı ilə adlanacaq bədnam bir cərəyanın əsasını qoyur. McCarthyizm adı veriləcək bu repressiv proses ABŞ-da yaşayan, fəaliyyət göstərən insanların heç bir dəlil sübut olmadan SSRİ-yə işləməkdə, Sovetlərə agentlik edilməkdə günahlandırılaraq həbsə atılmasına səbəb olurdu. Təbii ki, bu prosesə birinci növbədə kommunistlər, solcular ya da onlara yaxınlığı ilə seçilən insanlar tuş gəlirdilər. Həbsdən canını qurtarmaq istəyən bu insanların bir çoxu da ölkəni tərk etmək məcburiyyətində qalırdı. Joe Dassen'in atası Julius Dassen də belələrindən idi. SSRİ-yə rəğbət bəsləməkdə ittiham olunan ata Dassen 1945-ci ildə ABŞ-dan köçmək qərarına gəlib Avropaya mühacət edir. Müxtəlif vaxtlarda Avropanın bir neçə ölkəsində yaşayan ailə 1950-ci ildə Fransaya yerləşir. Lakin oğul Dassen atası ilə anasının boşanmasından sonra 1955-ci ildə Fransanı tərk edib Amerikaya qayıdır. Amerikaya qayıdan Joe burada əvvəlcə qab yuyan, zivil yığan və başqa işlərdə çalışır. Sonra universitetə daxil olur. Əvvəlcə tibb sahəsində oxuyur. Ancaq sonra fikrini dəyişib, etnologiya üzrə təhsil alır və yüksək dərəcələrə yiyələnir. Lakin bu da onun daxili rahatlığını təmin edə bilmir. Musiqi ilə məşğul olmaq qərarına gəlir. John'un musiqi fəaliyyəti ilk vaxtlarda ona uğur gətirmir. Amma qətiyyən ruhdan düşmür. Bunun əvvəl isə özünü aktyor kimi sanasa da, bu istəyi də uğursuzluqla nəticələnmişdi. Və beləcə Dassen aktyor olmaq fikrindən daşınmışdı. Amma nəyin bahasına olur olsun, müğənni olmaq istəyirdi. Bu arzusundan dönmək fikrində deyildi. Joe Dassen müğənni olmaqla daha çox işə yaradığını, insanlar üçün daha faydalı olduğunu düşünürdü. Yəqin elə bu cür düşünməsi onun belə şövqlə, ehtirasla oxumasına səbəb olmuşdu. Özünün təbirincə desək, o, insanlara kömək etmək üçün mahnı oxuyurdu. Joe deyirdi, mahnıların insanların problemlərinin həll yolunu tapmasına kömək edəcəyinə inanıram. Düzdür, bu da ona asan başa gəlmirdi. Hətta hansı dillə, ingilis yoxsa fransız dilində oxumasına belə qərar verə bilmirdi. Əvvəl öz tərzini müəyyən etməkdə çətinlik çəkirdi. Sevdiyi müğənni George Branson'sin yaradıcılığı ona çox təsir etsə də, başqa yolla getmək istəyirdi. Təvazökar, özündən narazı Joe Dassen nəhayət buna nail olur. Amerika xalq mahnılarını fransız dilində oxumaq qərarına gəlir və belə də edir. Lakin fransız şansonunu çox sevən və bu tərzdə oxuyan müğənni uğuru Amerikada tapmır. Uğur onu Fransada gözləyirdi. Oğlu Julian Dassen atası haqda danışarkən o öz işinin dəlisi idi deyirdi. Həqiqətən də belə idi.
Dassen musiqini, oxumağı hədsiz çox sevirdi. Jo Dassen özü haqda məni mahnılar oxumağa sövq edən eşqdir, sevgidir deyirdi. Jacques Brel ilə tanışlığı Jo Dassen'in musiqi həyatında ciddi dəyişikliyə və uğurlara imza atmasına səbəb olur. Ancaq daha böyük uğurlar onu qarşıda gözləyirdi. Bu uğurların ən gözəli isə dahi İtalyan bəstəkarı, müğənnisi Toto Cutugno ilə tanışlığı sayəsində baş verir. Məhz bu ölməz musiqiçi ilə tanışlığı Jo Dassen edir. Onu bugün olduğu zirvələrə qaldırır. Sözsüz Toto Cutugno'nun onun üçün yazdığı həmin əsrarəngiz mahnılar olmasaydı, Jo Dassen bugünkü qədər sevilməyəcək, əfsanəyə çevrilməyəcəkdi. Jo 1975-ci ildə Toto'nun ölməz mahnısı olan Afrikanı dostu Jacques'ın təklifi ilə fransızca ifa etməyə qərar verir və bu ifa həmin il Fransanın ən böyük hitinə çevrilir. Bənzərsiz, qeyri-adi musiqiyə, tayı bərabəri olmayan melodiyaya sahib bu gözəl Toto Cutugno bəstəsi Jo Dassen'in Fransa sərhədlərindən çox kənarlarda da ağlagəlməz uğurlar qazanmasına səbəb olur. Sonra isə bir-birinin ardınca dahi İtalyan musiqiçinin onun üçün yazdığı bir neçə mahnını ifa edir. Yəqin onların arasında Salü mahnısını eşitməyən, eşidənlərdən də sevməyən az insan olar. Hər dəfə bu mahnını dinləyəndə günündən, ayından, fəslindən asılı olmayaraq qışı, dekabr ayının son günlərini, yeni il bayramını xatırlayıram. Yeni il əhval-ruhiyyəsini bu mahnı ilə daha çox yaşayıram. Romantik, duyğulu, lirik mahnılar ifaçısı olan Dassen sakit, həzin vokal tərzindən istifadə edirdi. Onun haqqında yazırdılar. Fransız olmayan, amma fransızca mahnıları hamıdan yaxşı ifa edən müğənni. Musiqi dünyasının əfsanə adlarından olan Jo Dassen dünyadan erkən köçüb. 20 avqust 1980-ci ildə. 42 yaşında. Jo Dassen azsaylı ifaçılardandır ki, ölümündən illər sonra belə albomları, diskləri Fransada yenidən populyarlaşmış, 1990-1995-ci illərdə isə ən çox satılanlar siyahısında ilk yerləri tutmuşdu. Dassen insan ruhunu oxşayan bəzi mahnıları ifa edərkən göstərdiyi xəfif təbəssümü ilə də yaddaşlarda qalıb. Saf, pak duyğularımızın həssas tərcümanı olan Dassenin ifalarını ilk dəfə dinləyəndə sizə elə gələcək, bu səsi, bu melodiyanı əvvəllər də eşitmisiniz. Yox, hansısa melodiya ilə oxşar olduğuna ya da hansısa musiqini xatırlatdığına görə deyil. Yox, ona görə ki, doğrudur, bəzi müğənnilərin ifalarını təkrarən, həm də bəzilərini onlardan daha gözəl oxuyub, amma ona görə ki, içinizdəki bir niskil onun oxuduğu mahnıların necə şirin, necə məhrəm, necə zərif olduğunu hiss etdirəcək. Heç vaxt görüşmədiyiniz, sizdən çox əvvəllər yaşamış bu insanın ruhunuza necə doğma olduğunu duyacaqsınız. Az əvvəl qeyd etdiyimiz kimi, Jo Dassen bu doğmalığının səbəbini özü ifadə etmişdi. Məni mahnıları ifa etməyə sövq edən eşqdir, sevgidir.